Sancaq onlayn kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı siqaretlə bağlı açıqlaması ilə diqqət çəkib. O, dilimə bir gilə də vurmuram sözləri ilə artıq siqaret çəkmədiyini bildirib. Zaurun bu etirafı izləyicilər arasında maraq doğurub və sosial şəbəkələrdə geniş müzakirə olunub. Həmin görüntüləri təqdim edirik. Bugün ay neçəsidir? Bugün ay neçəsidir? Bugün ay neçəsidir? 29 yoxsa 28-i? 28-i. 28. Ay cəmaat, mənim kimi deyək hamısadır. Bir 29 yazır, bir 28-i yazır. Bugün ay neçəsidir? Bu ya Allah, sağ qurban olun. Hə, 29-una girdik. Hələ 29-unu yaşamamışıq da, 29-una girmiş. Allah nəsib eləsin, salamat yaşayaq hamısı. Deməli, 28-idirsə, iyun ayının 11-dən çəkmirəm. Nə qədər eləyir? İyun ayının 11-dən, N-nın 11-dən çəkmirəm. Neçə gün eləyir? gün. Tam 50 gündür siqaret çəkmirəm. 48-50 gündür. Ben dilimə də dəyməyibdir. Tövbə, heç nə. Heç belə də yaxın gətirməmişəm. Nə olar, bəyənməmizi artıraq da 7.000, 8.000 adam var canlıda. Bir artırın da bəyənməni. Hə. Allah'ımıza and olsun düz deyirəm. Allah'a and olsun deyirəm. Allah'tan böyük kim var ki, mən and içəm deyirəm. Allah'a and olsun deyirəm, çəkmirəm. Və çox yaxşı da ki, tərgizdir. Məsləhət görərdim, siz də tərgizin. Valla kim çəkirsə tərgitsin. Davudun ad günü noyabr ayının 25-indədir. 49-50 gündür. Hə, 49-50 gündə artıq demək olar ki, dilimə dəymir. Bax, bir ildir çəkməyənlər. İnanın, o qədər rahat olacaqsınız. İnsanı əslində əsəbləşdirən siqaretdir. Aşpaz maaş necə olar bilən? Nə? Necəsən? Aşpaz maaş necə olar bilən var. Nə deyim? Super. Necə tərgitdir? Dedim, çəkməyəcəm, çəkmədim. Nə əzdim, nə qırdım, nə tulladım, nə yox elədim, nə attım, nə belə... Bəlkə də korobka da var evdə, yeşil korobkası da var, yəni siqaret korobkası var. Təsəvvür eləyin ki, mən oturdum, dedim, çəkməyəcəm də, istəmirəm, canım ağrıdı. Olur. Salam Zarbə, iradəli insansız.